Hər vaxtınız xeyir, Hayır 24'te xəbərləri izləyirsiniz studiyada və Fatih Yarqızı indi isə daha ətraflı. Ağ Evdə baş tutan Trump-Şara görüşü yaxın şərq diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Vaşinqtonda keçirilən bu tarixi görüş həm Suriyanın gələcəyi, həm də Türkiyə ilə münasibətlərin istiqaməti baxımından diqqət çəkir. Görüşün nəticələrinin yalnız Amerika Birləşmiş Ştatları və Suriya üçün deyil, bütövlükdə region üçün də yeni siyasi dinamikanın əsasını qoya biləcəyi ehtimal edilir. Donald Trump'ın Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şara ilə görüşü Vaşinqtonun uzun illər sonra Dəməşqlə birbaşa təmas qurduğu ilk hadisədir. Birləşmiş Ştatlar bu görüşlə Suriya tətbiq olunan bəzi sanksiyaların yumşaldılmasına və humanitar əlaqələrin bərpasına yaşıl işıq yandırıb. Ekspertlər bildirirlər ki, Trump administrasiyası bu addımı yeni diplomatik açılma kimi qiymətləndirir. Məqsəd isə Suriyada uzun illər davam edən münaqişədən sonra siyasi sabitlik üçün beynəlxalq platforma yaratmaqdır. Birləşmiş Ştatlar Maliyyə Nazirinin açıqlamasında bildirilib ki, Suriya qarşı qoyulan sanksiyalar 180 gün müddətinə dayandırılıb. Həmçinin Suriya IŞİD terror təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayıb. Ekspertlərin fikrincə, Suriya bu sənədi imzalayaraq terrorizmə qarşı mübarizədə və regional sabitliyin qorunmasında tərəfdaş kimi öz rolunu bir daha təsdiqləyib. O mənə xoş təsir bağışladı. Yaxşı yola gedirik. Biz Suriyanın uğurlu olması üçün əlimizdən gələni edəcəyik. Çünki bu ölkə Yaxın Şərqin bir hissəsidir. Hazırda Yaxın Şərqdə uzun illərdən sonra ilk dəfədir ki, sülh var. Həmçinin Prezident Əhməd Əl-Şara Ərdoğanla çox yaxşı anlaşır. Ərdoğan böyük liderdir və Suriyada baş verənləri çox dəstəkləyir. Regionda baş verən proseslərdə diqqət çəkən ölkə isə Türkiyədir. Trump-Şara görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanın adı da tez-tez çəkilib. Trump Ərdoğanı böyük lider adlandıraraq onun Suriyada sabitlik prosesinə verdiyi dəstəyi xüsusi vurğulayıb. Türkiyə-Suriya münasibətlərində son aylar ciddi yaxınlaşma müşahidə olunur. Ərdoğan və Şara arasında İstanbuldakı görüşdən sonra bu proses daha çox hiss olunub. Sözü gedən dialoqda Ərdoğan Suriyanın ərazi bütövlüyünün və dövlətin vahid mərkəzdən idarə olunmasının prinsipial əhəmiyyət daşıdığını vurğulamışdı. Ekspertlər hesab edir ki, Türkiyə indi Suriyanın gələcək siyasi xəritəsində vasitəçi və təminatçı rolu oynamağa çalışır. Bununla yanaşı Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da Vaşinqton səfəri çərçivəsində Suriya prezidenti Əhməd Şara ilə görüşüb. Onlar iki tərəfli və regional məsələləri müzakirə ediblər. Ahmet Şara'nın Türkiye ile birlikte bir yol izlediğini Trump gayet iyi bilmektedir. Ve Türkiye'nin Suriye konusundaki politikaları da Amerika tarafından gayet iyi bilinmekte ve takip edilmektedir. Çünkü Suriye'nin istikrar, güven ve toprak bütünlüğü aynı zamanda Türkiye'nin güney sınırlarının güvenliği anlamına gelmektedir. Trump-Şara görüşü əslində yalnız diplomatik addım deyil, bu həmçinin bölgədə yeni geosiyasi balansın yaranması deməkdir. Danışıqlar göstərir ki, Yaxın Şərqdə post-münaqişə mərhələsi başlayır. Lakin prosesin uğuru bir çox amillərdən asılı olacaq. Suriyadakı daxili sabitlik, radikal qrupların fəaliyyəti və beynəlxalq sanksiyaların tam qaldırılıb-qaldırılmaması. Bütün hallarda Trump-Şara görüşü region üçün yeni siyasi səhifənin açıldığını göstərir.